Salam dostlar. Bu mənim ilk video bloqumdur və bu videoda 48 saatımı Viyanada necə keçirdiyimdən danışacağam. Səyahətimin ilk mənzərəsi buludlardır. Çünki onlar mənə sözün əsl mənasında buludların üzərində olmaq hissini bəxş edir. Budapest hava limanına eniş etdikdən sonra Viyanaya qatarla keçid etdik, çünki Viyanaya birbaşa biletlər olduqca baha idi, xüsusilə 31 dekabr tarixi üçün. Budapest vağzalına çatandan sonra buranın əsrarəngiz ab-havasına və mənə filmləri xatırlatan atmosferinə qapılaraq başladım reelslərim üçün videolar çəkməyə. Yol boyunca kofe içmək və yaxud kitab oxumaq əla bir seçim olsa da, mən Bakıda üzünə uzun müddət həsrət qaldığım qarı tapdığıma sevinirdim. Otelə yerləşdikdən və bir qədər istirahətdən sonra nağıllar şəhəri olan Viyananı yeni gün kəşf etməyə çıxdıq. Tarixi 12-ci əsrə qədər gedib çıxan və Viyananın tam mərkəzində yerləşən Müqəddəs Stefan kilsəsi qarşısında təşkil olunmuş konsert proqramını izlədikdən sonra hər kəslə birlikdə ondan geriyə doğru sayaraq yenilik qarşıladıq. Müxtəlif ölkələrdən olan insanların sanki bir-birlərini tanıyırmış kimi bir arada əylənməsi qədər gözəl nə ola bilər ki? Günün yorğunluğunu başa vurmaq üçün geri qayıdarkən Albertina muzeyinin də yanından keçdik. Növbəti gün şəhər bir öncəkindən fərqli olaraq o qədər sakit idi ki, bundan zövq alaraq və yolusu bütün tarixi və müasir kilsələrə baş çəkərək yollandıq. Otelimizdən piyada cəmi 30-35 dəqiqəlik məsafədə yerləşən Viyana Tarix və İncəsənət Muzeyinə, haradakı minlərlə tarixi eksponat nümayiş olunur. Muzey haqqında öncədən geniş bir məlumatım olmadığı üçün burada qədim Misir tarixində həsr olunmuş özəl bir guşənin olduğunu bilmirdim və gördüyüm ilk anda həm təəccübləndim, həm də sevincimdən necə deyərlər göyün 7-ci qatındaydım. Məni yaxından tanıyanlar bilir ki, uşaqlığımdan ta bu günə qədər tam bir Misir aşığıyam və arzusunda olduğum ilk peşə məhz buna görə də arxeoloq idi. Çünki hər zaman gizli qalmış sirləri ortaya çıxartmaq istəmişəm. Eynilə Dim Brown'un Robert Langdon kimi. Uşaqlığımda hər zaman sənədi filmlərə baxarkən gördüyüm mumyaları və onların sarkofaqlarını bir daha yaxından görmək fərqli bir təcrübə oldu mənim üçün. Daha sonra muzeyin daxilində yerləşən və Viyananın həm mədəniyyətini, həm də kulinariyasını özündə təcəssüm etdirən eyni adlı kafeyə daxil olduq. Onu da qeyd edim ki, buraya daxil olmaq üçün biletiniz olması kifayətdir. Bəlkə də bu sahələ heç bir bağlılığımın olmamasından dolayı şəkil qalereyasında çox vaxt sərf eləmədim. Vaxt məhdudiyyətindən dolayı bütövlükdə olmasa da Hofburg sarayını da dünya gözü ilə görmüş olduq. Haradakı bir zamanlar gözəlliyi, azad ruhlu olması və ədəbiyyata xüsusi marağı ilə seçilən Avstriya kraliçası Elizabeth və kral 1. Franz Josef, yəni bizim ilə desək Yusif yaşayıblar. Kral dairələrini gəzərkən bizə verilən kiçik cihazlar vasitəsilə onlar haqqında geniş məlumatlar alırdıq və məni ən çox cəlb edən onların tanışlıq və evlilik hekayəsi idi. Hazır olun, gəlir səbiyyədən 19-cu əsrdən romantik evlilik hekayəsi. Günlərin bir günü Josefin anası Arxidüşes Sofiya oğlunun evlənməsi üçün layiqli gəlin namizəd axtarırdı və ən ideal seçimi isə Elizabethin böyük bacısı və Sofiyanın qardaşı qızı Helen idi. Ancaq onun əvəzinə Josef Elizabeti görər-görməz bir könüldən min könülə aşiq olur. Xeyr, əsla və qətiyyən bir yapraq tökümü hadisəsi və yaxud da aşk-ı məmnu vakası yaşanmadı. 4 övladının olmasına rəğmən onlardan ikisini faciə şəkildə itirmişdi. Saraydakı sərt qaynanan rejimi bir tərəfdən, təcrid və etkilər bir tərəfdən onu depressiyaya sürükləsə də, Sisi və ya Elizabeth xüsusi pəhriz və gözəllik sirləri, şeirləri və aktiv həyat tərzi ilə o dövrdə kraliçalarla bağlı olan stereotipləri qırdı. Burada ziyarətimizi başa vurduqdan sonra getdik Pratedə yerləşən məşhur Madame Tussauds muzeyinə. Viyananın olmazsa olmazlarından sayılan bu muzeydə müxtəlif məşhurların mumdan hazırlanmış heykəlləri ilə sözün əsl mənasında olmasa da estetik şəkillər və videolar çəkdirərək anın dadını çıxartdım. Və son olaraq məşhur şokolad evlərindən bir neçəsində olduqdan və bol-bol alış-veriş etdikdən sonra bu şəhəri tərk edərək yollandıq Praqaya. Ümumi olaraq onu deyə bilərəm ki, Viyana nə çox ucuz, nə də çox bahalı şəhərdir. Qaldığımız otel mərkəzdən ayaqla cəmi 30-35 dəqiqəlik bir məsafədə yerləşsə də, biz demək olar ki, hər yerə piyada gedirdik. Çünki düşünürəm ki, bu bizə şəhəri daha yaxından kəşf etmə şansını verdi. Əgər sizin də qısıtlı vaxtınız varsa, bizim kimi erkəndən oyanaraq şəhəri kəşf etməyi yatmağa tərcih edə bilərsiniz. Viyanaya bir də gedərəmmi sualına isə böyük məmnuniyyətlə bəli deyirəm, çünki Viyana əsl nağıllar şəhəridir.